Salam, mən Abdullayeva Mehbarə, tarix müəlliməsiyəm. Yəni görürəm ki, tarix müəllimlərinin narazılıqlarını sertifikasiyadan mən də digər müəllimlərlə bərabər 24 iyunda sertifikasiya imtahanı vermişəm Lənkəranda. Özüm Cəlilabaddanam, Lənkəranda vermişəm. Onu qeyd edeyim ki, 30 illik stajım var və müəllimlik stajımla bərabər də repetitor müəlliməsiyəm. Yəni mənim başıma gələnlər bir növ biraz özünə məxsusluqdur. İndi suallar barədə danışılır, metodika falan deyilənlərlə mən də razıyam. Hətta ixtisas suallarının özündə baxmayaraq ki, mən onların öhdəsindən gəlirdim, ona görə gəlirdim ki, repetitor müəlliməsiyəm. Amma qərəzlik var idi, başqa fənlərdən başqa. O deyilənlərlə, müəllimlərin dediklərinə razıyam. Amma mənim başıma gələn nədir? Onu açıqlamaq istəyirəm. Mən özüm 2-ci qrup gözdən əliləm. Yəni gözüm zəifdir, bir gözüm tamam görmür, biri də ki zəifdir, 8-10% belə görür. Onu qeyd edeyim ki, diaqnostik imtahanında mənə köməklik elədi. Yəni nəzarətçi durdu, oxudu, mən də oradan dedim də belə. Və bizdə imtahan komissiyası sədri Fərhad müəllim, familiyasını bilmirəm. O sertifikasiya qabağı seminarda da ona sual olundu. Yəni mən deməmişəm. Lənkəranda işləyən müəllimlərdən biri mənə görə elə soruşur ki, gözdən zəif onlara köməklik olunacaq. Özü də deyir ki, bəli, köməklikdir, o nəzarətçi də ayrılacaq. Hətta onlara vaxt da əlavə olunacaq, heç vaxt mənə ehtiyac yoxdur belə. Eyni zamanda məndən əvvəl də imtahan verənlər olub ki, yəni gözdən zəif olanlara nəzarətçi gəlib kömək eləyib də belə. Mən də deməli, hər ehtimala qarşı diaqnozumu yazdırıb arayışla aparmışam ki, yəni vəziyyətim belə vəziyyətdir. Özü də deyim ki, imtahana da hazırlıqla bağlı gözümdə biraz da problemlər var idi. Telefonla falan da zəif olduğu üçün gözüm kompüterdə də çox çalışanda mənə əziyyət olurdu belə də durum deyim. Nəysə gəldi, içəri girəndə orada deyildi kömək olunacaq. Sonra bir Fərhad müəllim gəldi. Sizə onu deyim ki, çox mədəniyyətsiz bir adamdır. Mən ona müəllim demək olarsa əgər, tam əminliklə deyərəm ki, 30 il müddətində mən görməmişəm ki, hər hansı birimiz onun biz müəllimlərlə elədiyi davranışı biz şagirdlərlə davranır. O dərəcədə mədəniyyətsizlik elədi. Birinci mənə dedi ki, birinci qrupları olunur. Dedim ki, bəs valla mən sadəcə birinci qrup götürmürəm ki, işimə problem olar da. Özüm də mən zəifəm. Götürdü mənə bir dənə verdi, nəysə sənədi oxu. Mən də baxdım, həqiqətən oxuya bilmirdim. Yəni açqımda uzaq görən dedim, oxuya bilmirəm. Dedi, yaxşı, keçin içəri, köməklik olunacaq. Belə dedi mənə. Mən də keçdim içəri. İmtahan başlayana qədər mənə deyildi ki, sizə nəzarətçi ayrılacaq. İmtahan başlayanda gəldi, gördü ki, 2-ci qrup. Dedi ki, yox, köməklik olunmayacaq. Götürdü kompüteri maksimum dərəcədə böyütdürdü. Qışqırdı nəzarətçinin başına. Mən də dedim ki, axı mən birinci qrup səviyyəsindəyəm. Qayıtdı mənə dedi ki, bəs mən sənə inanım, yoxsa burada yazılana olmaz, qutardı getdi. Böyütdü maksimum, mən də yəni belə düşdüm mandraja. Dedi, görürsən, həqiqətən də gördüm görməyəni. Kompüter yaxına gəldi. Mən durum nə yalan deyim. Artıq başqa əski hərəkət deyiləm. Əvvəla tərbiyə mədəniyyətim ona yol vermədi. Sonra da imtahan artıq başlamışdı. İmtahan başladı, mən də nəysə başqa bir problem yaradam. Onsuz da oradakı müəllimlər kifayət qədər stressdədir. Mən də başqa cür deyəm, orada hakü tökəm, neyəm, onu da istəmədim. Dedim, görürəm. Başladım, birinci biraz gəldi, oxumaq alındı falan. Amma gördüm ki, burada bəli, ox donur. Mənim də xəbərim yoxdur ki, kompüter böyüdüləndə ox donur, sonra qaldırıb aşağı verib eləmək olmur. Mişqi oradan donur, problemlər. Nə qədər çağırıram nəzarətçi dilə ixtiyarım yox deyə, kömək eləyə bilmərim. Deyirəm, axı, burada bu texniki nasazlığı var. Yaxşı, burada tıklaya bilmirəm də, gəl neçə olmaya durun mənim başımda, bu donur da, nə olar, başımın üstünə durun. Yarımca saat özünə dedim ki, o Fərhad müəllim demək olarsa əgər ona. Dedim, yarımca saat mənə nəzarətçi lazımdır. Yarım saatda mən qutaracam. Yəni, mənim üçün problem deyildir. Nə qədər mən orada həyəcanlı olsaydım, 52, onun 53 ilə, belə ən minimum 51 ilə çıxacaqdım da. Onlar mənim üçün problem deyildi. Elə metodika deyiləndən mən 5 dənə vurmuşdum, düz idi də, belə artinin deməyi ilə. Yəni, problem deyildi mənə. O yarım saat deyəndə gördü ki, mən də bilirəm, biraz da elə bir ki, vəhşiləşdi. Nə qədərlədim, nəzarətçi olmuşum, heç belə, ümumiyyətlə üzümə də baxmadılar da belə. Deyirdim, burada texniki nasazlıq, ona da eləmirdilər köməklik. Nəysə gəldim, axır güc zülümlə, bilmirəm, indi suallardan da ötürülür suallar, qaçır, hərflərin yarısı düşür, yarısı gəlmir. O düz vurduqlarımın çoxsun mən məntiqlə sualı yarımçı oxuyurdum, yəni o biliyim ki, mənim köməyimə gəlirdi, belə işlədim. Axırı bir də nəzarətçi sağ olsun, Allah balasını saxla, onun yazığı gəldi. Gəldi ki, o biraz tıklamağa köməklə baxdı ki, burada donur ki, doğrudan da. Bunu necə eləmişsiniz? Onda da artıq 10 dəqiqə qalırdı. Sonra gördüm ki, bilmirəm,
necə elədim də axırı bir tərəfdən stres güc gəldi mənə. 54-ə qədər gəldim onu bilirəm. Yəni ixtisasda demirəm, elə suallar vardı, 5 dəqiqə düşünürdüm, eləyirdim. Amma öhdəsindən gəlirdim, durum nə yalan deyim ki. Və hardasa 54-ə qədər kurikulumda da gəldim belə. Elə bax yarımçıq oxumaqla, ondan sonra necə deyim sizə də, bax belə o iş üsulunun falan, məsələn yarımçıq o gəldi ki, mən o qərarı ağacı vurdum ki, bildim burada müzakirə söhbəti gedir. Heç o Nizami Gəncəvi məsələsində mən bax yarımçıq düşmüşdü də. Sonra onu dedilər ki, o kompüteri böyütməkdə cinayət eləyib də. Orada deməli necə deyirlər, bu hərflər qaçır eləyir də, yəni belə bir şeylər olurmuş. Mən onu bilmirəm, mənim xəbərim yoxdur. Amma bunu o böyüdən də bilir, həmin o Fərhad müəllim dediyimiz bir məxluqat da bilir ki, bunu böyüdən də belə olur da. Sonra bilmirəm də əlim hara ilişdi. Axır gördüm gözüm belə qırmızı gör, başım hərrəndi. Gözüm görmədi belə də, elə vəziyyətdə. Nə elədim, hansı knopkanı belə vurdumsa, suallar o vurduqlarımdan silindi. Silinməklə də vaxtım bitməyi bir oldu. Axır qaldım belə, sonra gəldi təqdim olunucu, çağırdım güclə, biri gəldi, vurdu, gəldi 26. Mənim belə vurduqlarım hara getdi mən bilmirəm, keçid balını toplaya bilmirəm, çox ağır psixoloji travma almışam. Yəni mən baxmayaraq ki 30 ilin müəllimiyəm, sözün düzünə qalanda gözümdə bu problem olduğu üçün heç mən gəlib 50 plus iddiasında da deyildim. Çünki məsələn nəzarətçi də birdən də yar kömək eləyər, gedər, stresə düşərəm. Amma yəni bu dərəcəni mən gözləmirdim. İndi mən ağır psixoloji travma almışam. Yəni apellyasiyada vermişəm verməyinə, prezidentin saytına yazmışam və Elm və Təhsil Komitəsinin sədri Anar İskəndərov mənim müəllimim olub, eyni zamanda orta məktəbdə repetitor müəllimim olub, şəxsən məni tanıyır, yəni böyük hörmət elədiyim çox dəyərli insanlardandır. Belə Allah canını sağ eləsin, onun da adına yazmışam. Amma hələ gözləyirəm, mənə apellyasiyadan bir xəbər gəlmir. Xahiş edirəm, yəni ədalətli qərar qəbul olunsun. Yəni indi mən elə bir durumdayam ki, necə deyirlər, ən azından o kurikulum, o səhv suallar mənim xeyrimə hesablansa, heç olmaya canımı qutarar, babalımı qoyarım o Fərhad müəllim deyən bir məxluq adım boyununa ki, heç olmaya canım qutarsın ki, mən gələnlə qalmayım da. Çox ağır psixoloji durum. Amma indi apellyasiyada imtina gəlsə, əlbəttə ki, mən Fərhad müəllimlə məhkəmədə görüşəcəm, mən onu məhkəməyə verəcəm. Çox kobud davranış. Ən azından mən özümü bağışlamıram ki, mən 30 ilin müəllimi niyə özümü müdafiə edə bilmədim. Gərək mən oradan çıxardım, deyərdim səni məhkəməyə verəcəm. Sadəcə mən sakitlik elə bir belə nətər oldu, dilim, ağzım bağlandı. Sonra onu deyim ki, mən məsələn professor Paşa Qəlbunurun xəstəsiyəm. Yəni mən ikinci gün onun da yanında oldum ki, o da dedi, bəs hara lazımdır yazırıq, mən özüm şikayət yazacağım. Çünki səni tanıyır ki, gözün nə dərəcədə zəif görür. Yəni əgər mənə nəzarətçi kömək eləsəydi, mən kəsilsəydim, mənə bu qədər belə üzücü gəlməzdi, deyərdim, bilmədim, kəsildim də. Olub, məsələn, bir il əvvəl bir müəllimənin özünə, bizdə sektorun müdürü Bəhruz müəllim özü gəlib, görüb ki, şəkəri var, ağır vəziyyətdə də görmür, ona nəzarətçi ayırıb oxuyub, indi o müəllimə özü bilməyib falan 29'un vurub, onun günahıdır, nəzarətçi onu oxuyub da. Elə mənə də neyini oxuyardılar, kömək olunardı. Demirəm, oxumağını da özüm oxuyardım. Amma böyüdülməyə də mən heç görmədim. Böyüdüləndə də gördüm, hərflər qaçısı belə oldu. Yəni başıma mənim bu oyun gəldi, donma falan, heç birində də köməklik olunmadı. Yəni mən bu vəziyyətə gəldim, bilmirəm. İndi özümü bağışlamaya bilmirəm ki, mən niyə görə hüququmu qoruya bilmirəm. Ona görə buradan mən səslənirəm birinci cənab prezidentə, Mehriban xanım Əliyevə, Təhsil naziri Emin Əmrullayevi, yəni müəllimə qarşı 30 ilin müəllimiyəm. Cəllabadda da mən tanınmış müəlliməyəm. Ən azından sorğuda verə bilənlər kəndlərdən belə mən, yəni nə qədər mənim yetişdirmələrim olub da, hamısı indi bu dəqiqə böyük vəzifələrdədir falan. O testləri işləmək mənim üçün problem deyildi. Sadəcə mənim başıma belə vəziyyət gəldi. Ən azından da onun qışqırığından da biraz da mən stresə düşdüm. Heç nə eləyə bilməm, özümü qoruya bilmədim. Ona görə də xahiş edirəm ki, yəni ədalətli qərar verilsin. Mən ya təkrar imtahan təşkil olunsun, problem deyil. Belə başqa suallarla, öz suallarıma baxam. Özü çox maraqlıdır ki, suallar da açıqlanmır. Heç birimiz bilmirik. Mənim indi bu dəqiqə beynimdən silinir ki, bilmirəm heç orada nə suallar düşmüşdür, nə olmuşdur. Ya təkrar olsun, ya da belə ən pisi olsun ki, o kurikulumdan səhv suallar ki deyilənlər, mənim xeyrimə hesablansın, mən yəni bu illəri imtahanı vermiş sayılım. Yoxsa mən məhkəmədə görüşmüş olacağım Fərhad müəllimlə şəxsən. Mənim hüququm pozulub. Sonra özüm də araşdırdım ki, yəni dəxli yoxdur da ikinci qrup, neçənci qrup. Mən gözdən əgər zəifəmsə, Tembol 50'lik dərəcəm var. Maykovda da çox ağır diaqnozum var mənim. Mənə köməkçi ayrılmalıydı. Hər yerdən araşdırmışam. Yəni bunun mən axırına çıxacağam. Sadəcə olaraq buradan səslənib öz haqqımı tələb edirəm. Diqqətinizə görə təşəkkür edirəm.